Mən də yaxşıyam. Sizə bir dənə situasiya danışmaq istəyirəm. Mənim belə bir söhbət oldu. Mən mənlə qaşla danışırdım. Bu qaqaş üzə çıxdı ki, məndən 4 ildir danışırdı. Üzə çıxdı ki, bu 2 ildir başqa Türkiyədə bir dənə sevgilisi var. Gitti. Qaqaş dediyin sevgilin oldu, vay xanım. Yox, sevgilim oldu. Prosta danışdığım mənə üzü izah təklif eləyəcəkdi ki, mən bundan sevgili oldum. 4 il nə danışırsan, ay xanım? 4 il heç nədə belə oradan buradan. Hə, sonra? Axırda da qız çıxdı üzə. İndi mən istəyirəm ki... Oğlan qız çıxdı. Nə çıxdı? Yox, oğlan qız çıxmadı. Bunun sevgilisi üzə çıxdı Türkiyədə. Biçəksən. O sən sevgilin döyüsü niyə xətribə deyib? Prosta elə belə danışmırsan da. Xətribə dəyər deyəndə mənə elədiyi hörmətsizlik də belə baxın. Mənə burada söz verir, o birisi qızdan gedir, orada nişan tarihi seçir. Xanım, sən söz veribsə sevgilin də, sən də gah nala vurursan, gah mıxa vurursan. Yox, mən istəyirəm ki, onun başına nə çünki mən oyun oynamaq nə deməkdir, başa salımda ona nətər edeyim, onu bilmirəm. Sevgilin olub da? Yox, başçı sevgilim oldu, tam deməzdim ki. Ay xanım, nə yox, ya olur ya olmur da, ciddi nə danışırsan? Yox, olmur da, ciddi olmuyor. Mənə dedi ki, üzüyü təklif eləyəcəm ondan sonra. Dedim, Qaça belə pis çıxmasın, qaqaş dediyi və gör olub. Yox, qaqaş üzünə deyil. Qaqaşına da elə danışırsan, bu qaqaş. İnan, siz bayaqdan canlıya baxıram, ölürəm bilmək də. Sizdən şey alıram da, ona görə də danışıram. Hayır çıxmaq istəyirsən? Mən eləməliyəm sizcə. Hayır çıxmaq istəyirsən, qıza bir şəmə zəncirədən ki, o qaqaş o da öl. Qıza yığdım, qıza dedim, xəbərim var ki, səni də alladı. Bəs sən alladı da, sən də ciddi idim. Mən belə baxan ciddi işinə yox. Elə yox da, hayır, fıçıq oğlan biabır eləmə, dedilən o da öl. Oğlan niyə biabır eləməm ki, eləyim də. Deyirəm elə, çey bala xanım. Heç nə. Eləyim, başqa cür nəyə onunla eləyə bilərəm, nə buyur. Qoyun Sən bütün hamı tanısın da onu. Deyirəm, tanıtdırdı onu, mən nə deyirəm? Hədə nətər? Deyirəm, yaxşı oğlan var. Yox, o çıxmır yəni. Sən şeysən, sən də bürcüsən. Şir belə köy olmur axı. Deyirəm, yəni, tərsin elə də, bambılıdır. Alə, buyurun. Alo. Buyurun. Axşamınız xeyirlər xanım. Axşamınız xeyir. Mən sizə bir məsləhət almaq istəyirəm. Buyur al. Mən qaynanamı dərs vermək istəyirəm. Necə verim? Müəlliməsiz xanım. Xeyr. Nə dərsi vermək istəyirsən? Mən əlimi kiltəliyim, əlim də mənim deyil. Mən səni danışığı başa düşsəm, mən deyəcəm neyinə, nə tər? Nə deyirsən başa cümlə? Yox, ha. Bu nədir yuxarıda gedir, əsəbləşirəm. Getdi, bağladım, açdım, getdi. Tapışqı bir dənə səhifəmə nəzarət elə. Dəlim, mənim, ya mən də. 777 çox sağ ol. Bəy, buyurun. Salam Ürəyim, necəsən? Salam Ürəyim, buyur. Bir söz deyəcəm. Bir fabrikam var. 2 ildir bir kişiyle yani oğlanla sevgili olub, bilməyib də evlidir. Aha. 6 aydır bilir ki evli. Neyə bilərəm? Sən nə edə bilərsən ki? Məsələn, deyir ki, Rəna xanımla məsələn aldı. Padruqanın iləsində 770, sən nə edirsən? O danışılmırsa, buyurun. Özünüzsüz bəlkə xanım. Yox, mən deyiləm abi. Vallahi mən deyiləm. Evlidir, uzaqlaşsın ha. Bırax onu, 2 ildir. Müftə tipi çoxsun. Sevir də ev dağıtmalıdır. İndi sevir nə qayraq, elə cındırı sevmək olar. Arvadını avladırsa, bunu avladır. Bunu da avladırsa, arvadını avladır. Sən nə qədər eləsən? Artıq bas bayra da. Ev dağıdanlar. Şalavat pis. Murun qıtırma urun. Sonra yürəm ağzımı açdırım mənim saplyak. Bas bayra da buradan tanıdığa. Pasyak bizi pasyak.
Elə bir evlilik işlər şey eləyirəm mən burada. 770 çox sağ ol, sevgisi. Bir sevirəm. Bir kişi bir qadını anladıb evli olduğunu gizlədirsə, bu kişi necə sevmir? Bunu biqiriyyətdir də bu. Məxal nə? İndi nə qədər Allahdan işlər var, tüpürürüm monitor arxası sifətimə. Ölürəm. Demə o sözə. 777 çox sağ ol, demə. Elə bir kişi qıtdığıdır, gedib yapışırlar evli kişilərdən. Mən başlasmam belə qadınlarla, qurun olsan. Nömrə 077 318 30 99. Arvadına səndən xəyanət edirsə, tupoy, sən başqasına da sən xəyanət edirsən. Sənin üçün hər şey dünya mar alsan, sənin üçün hər şey dünya mar alsan, sənin üçün hər şey dünya mar alsan. Dünya göz. Hələ bəzi çuşqalar var, belə eləyirəm. Kişi bunu inandırır, bax belə elə. Arvadına heç əl vurmur. O damın ya başında yatır bu patologun yerdə. Uşaq xətrinə ailəlidir. Fikir zikri məndə qalıb. Azə uşağı da şeydir. Gücündən elədilər uşağı da. Məcburi. Ağızdan şəftəli yığanda. Sizin çox sağ ol. Aynı. Buyurun. Uşaqlar canlı tıklayaq ekran bir kayqeydə səhifəmiz pis gündədir. Üçüncü uyarı gəldi, bağladım, açdım. Hədiyə 20 getmişdim. İçkili olub evlənmişəm, hər dəfə mən oğlanlar var. Evə gedəndə içirəm. Anam xəstədir, anamın xətrinə göz yumuram. Varsa da sən, yoxsa da sən. Nə bilim, olmayan kişi imanda olsun ki, varsa da sən, yoxsa da sən də. Əhirsən. Bu da sevinir, o dəqiqə özün qoyur, adını koydun Ferihada, başrolda, gönlümü bomba qızca. Seçilib, sevilib. Bu nədir? Bu nə olsun ki? Bəli. Tamam da bana xanım axşamı xeyir. Sağ buyurun. Necəsiniz? Çox sağ ol. Buyurun, bizdə bu uşaqlar o qədər öyrəşib ki, hər... Fəridə 777 var olasın. Salam deyin mənə. Mən də öyrədiblər ki, mən də ketimizi, ancaq sizin çıxışlarınız, qəşək çıxışlarınız var, maşallah, Allah da onu sağ olasın. Arvad bilməsən. Dayıcan, neçə yaşın var? Yəni, neçə yaş verir səsimdə təxmin? O, falçılıqla aram yoxdur. Bununla aram yoxdur. 42, dəqiq dedim. Onda dayı düşmürsən sən ya. Mən bir oğul nəsiyyət edilətində. Burat, Sağ ol. sağ salamat gəlsin inşallah. Çox sağ ol, Allah köməyin olsun, sağ ol, sağ ol, Allah razı olsun. Ver olun, çox sağ ol. Mən evdəkilərə salam de. Sağ ol, eşitdilər, hamısı etmişsiniz, sağ ol, çox sağ olun. Sağ ol. Yeganə yayıncıyam ki, ərləri ilə oturub mənə baxırlar da. Başqalarına baxanda ekran sevirlər. Əlbəttə ki, bəli. Bəli. Sağ olun. Sağ ol. Sağ olun. Yaşır. Yaşır. Mən ərlərinizi niyə qısqanmırsın? Eybəcərəm ona görə, yoxsa? Bilirsiniz ki, məndə o yoxdur. Mən bu bərişət haqqı deyirəm. Həyatda hər poxu yeyərəm, amma evli kişini heç vaxt danışmaram. Ondan pasiletlə hərəkət yoxdur da bu həyatda. Allah haqqı, Allah deləməsin, ay Allah, qurban olum sənə, ya Rəbbim. Nömrə 077 318 3099. Çünki bilirsiniz niyə? Həyatınızda bir şey saxlayın. Evli kişi ilə danışırsınız, sabah siz də ərə gedəndə sizin ərvinizlə də danışacaqlar. Bakinski, çox sağ ol. O həyatı siz də yaşayacaqsınız. Biri var bilməyə-bilməyə, bir də var bilə-bilə. Bəli. Allah salam. Mən o həyatı yaşamışam, mənim başıma gəlib. Mən özümü o qadından yerinə ona görə qoymağı yaxşı bacarıram. Çünki mən xəyanətə uğramışam.
Mənim yanımda uzana yazışıb, danışıb, gedib ayaq yolunda danışıb, göz yummuşam, keçmişəm, heç nə deməmişəm. O şeyləri mən yaşamışam. Ona görə də biləm ki, onun ahın ailəsi çox pisdir. İnsan özünü çox pis hiss edir. Sevdin, sevmədin, ha, ərvi. Burada sevgi söhbəti getmir. Qadın onda özünü çox əksik hiss edir. Sən necə? Çünki yəni mən kimdən əksiyəm ki, niyə məndə? Yəni mən onu baxırsan ki, Allaha da gedib danışdığı da pasiyyə oxşayır. Küçədə qalmış o 28-də zdabaç olunanlar var, putulkaya şeydə oturanlar, skamyakada oturanlar. Alo. Hə, danış. Aman xanım, necəsiniz? Sən niyə kişi olub səsi var, arvad kimi çıxardırsan matişkə? Necə yəni? Deyirəm ki, niyə kişi olub arvad kimi danışsa çocuğum? Evdə səsim elə gəlir. Söyləmişəm biraz. Onda səndə problem var. Nömrə 077 318 90 oxşalı bir oxşarəsin bir qayliyə tıkıda bir milyon eləyək də. Ana həyat yorur bəni. Divaya mən səhifəmi vururlar, əsəbləşirəm. Diva boyumu yerə soxasan mənim. Diva çöküb. 2-3 gün canlatma da həm də spamda oldum. Bir Sevəri tək qoyduğuma görə olub. Sevər uşaq oxşayır axı. Qısıtlama gəlib ki, göz səhifəm uğurlanıb. İş başqasındadır. 2 hədiyyə yarısından getdim, açıldı nəysə, amma yenə də gəldi də gəlməməli idi. Üst spamındayım, qışqırdı, bağırdığıma görə. Quleybanlərə görə qışqırım. Maksimum 3-4 günə yəqin düzəliyor. Alo. Ona görə də tık istəyirəm sizdən başqa etsinə, bir də oxşarəsə. Alo. Sizdən artıq da dedi, xahiş edirəm, tərəccədə. Dedim, tabaq orada. Özünüzə hörmət edən şəxslərə buradan kimsə zəng eləyib, mırtdaşsa həmin nömrələri Instagram storiesində paylaşacağım. Və deyirəm, biləsiz. Özünüzə hörmət eləyin, yaşayışınıza hörmət eləyin, arada özünüzə yaşayış yükləyin, arada özünüzə hörmət eləyin. Zəng eləyib, mırtdaşan olsa, bıraxacam buradan. Qarayam, hə. Demək ki, demədi, xəbərdarlıq eləməm. Yaxşı.